Necəsiz dostlar? Sosial şəbəkələrə girirsən, bilən, bilməyən, anlayan, anlamayan alıb əlinə bax bu telefonu, videolar çəkir. Bir anlıq özünü hakim zənn edir. Qarşısındakını artıq cinayətkar edir, mühakimə edir, cəzasını kəsir. Mən heç kimin tərəfini tutmuram. Ümumiyyətlə bu haqda da video çəkmək istəmirdim. Amma çox atırlar mənə, artıq dedim ki, qısaca fikirlərimi elə öz izləyicilərimdən bölüşüm. Hər birimizin Arzum kimi tanıdığımız blogerin varsa bir günahı mütləq çəkəcək. Onun cəzadan kurtuluşu, qaçışı yoxdur. Onun özəlliyi yoxdur ki, ona bir ayrıcalıq göstərsinlər. Varsa cəzası çəkəcək və biz bunu görəcəyik. Sizin bu boş-boş videolarınız nəyə lazım? Kimə görə lazım? Ayıbdır. Siz artıq qınayırsınız. Qınadığınız yerdən sınanacaqsınız. Həqiqətən də çox pis bir dövrə gəlmişik. Cəmiyyət bugün çox qəddardır. Bir insanın məhv olmasını sevə-sevə izləyirik, seyr edirik. Bunu elə Anar Nağılbazda da gördük, Hüseyin Dəryada da gördük və görə-görə gəlirik. Niyə qınayırıq? Axı, biz hələ sabah nə ilə qarşılaşacağımızı bilmirik. Çünki bizim həyat, hekayəmiz bitməyib. Niyə bu qədər əminsiniz, qınayırsınız? Bəli, kiminsə səhvini müzakirə etmək gözəl şeydir. Tənqid gözəl şeydir, tənqid varsa inkişaf var. Amma el qınağı, bugün el bu qədərmi pakdır ki, hələ qınayır? Nə olacaqsa hər birimiz izləyəcəyik, görəcəyik. Amma bilib-bilmədən kimisə mühakimə etmək, kimisə qınamaq yaşayacağıq. Qınadığımız şeyləri bir-bir yaşayacağıq. Yaşamadan bu dünyadan heç vaxt getməyəcəyik. Mən buna çox inanıram. Siz də inansanız, vallahi yaxşı edərsiniz.